Bir nəfər deyir ki, mən İmam Hüseyn əleyhissalamın xidmətinə yetişdim. Gəldim, gördüm ki, Səhra-i Ərəfatda Həzrət çox Quran oxuyur, dua oxuyur, çox ağlayır. Həzrətə ərz elədim ki, axı bu nə haldır səndə vardı? Sən bu cür ibadət eləyirsən, sən bu halətə qorxu səndə vardı. Ənəhu qilə ləhu ma ə'zəmə xəvfəkə min rəbbik. Qalə la yə'mənu yəvməl qiyamə illə mən xafəllah fid-dünya. Bu çox əcib cümlədir. Həzrətə deyirlər ki, sən axı niyə bu qədər ağlayırsan, ibadət eləyirsən, xüsusən ağlamağı. Yəni sən nə qədər Allahdan qorxursan, sən məsumsan, bu qorxmaq nə mənədir? Həzrət cavabda buyurur ki, qiyamət günü heç bir kəs əmanda deyil, heç bir kəs əmanda deyil, məgər o kəsi ki, bu dünyada Allahdan qorxulmaz. Əsən bu bir dənə babdır, yəni bu Allahdan qorxmaq, gərək deyək ki, cüzə əsrardır, sirrlərdən. Hər kəsdə bu ruhiyyə olsa, nəcat əhlidir. Çənanki elə burada da Həzrət buyurur, qiyamətdə heç bir kəs əmanda deyil, məgər o kəsi ki, Allahdan qorxan adam olar, qorxaq. Niyə məsələn bizlər günaha düşürük? İllətin ki, günaha düşürük, budur ki, qorxumuz azdır. İnsanın qorxusu az olmasa ki, günah yapmaz ki. Qorxu insan vücuduna gəlsə, hazır olmaz ki, biz zərər getsin günah səmtinə. Ya əsən xiyal eləsin. Bəzi alimlərə, məsələn, Ayətullah Qüdsət-i Puhkəməri ki, qəbri qumdadır. Deyiblər ki, aya sən, yəni günahın fikrinə düşəsən, deyib ki, nə, mən əsən günah xiyalında da olmalı. Yəni, baxın, insanlar bu cürdə, bəzi insanlar hətta xiyal-i günah da yoxdur vücudlarında. Gör nə cür Allahın qorxusu bunların vücudunda oturub ki, kəsin xiyalın da eləmir. Çünki xiyal bir şeydir ki, qahən biz deyirik ki, bizim əlimizdə deyil. Bəli, bunlar elə bir dərəcəyə yetişirlər, özlərini yetişdirirlər ki, xiyallarını da kontrol edirlər. Xiyalı kontrol eləmək çox çətindir. Dünyayı şərqidə, qərbidə, məsələn, yuqada, məsələn, bəzi ölkələrdə bunun üstündə işləyirlər. Ki, məsələn, insan nə cür xiyalını kontrol eləsin. Bu mətləb elə bizdə də var. Əgər insan xiyalını kontrol eləsə və tamamı vücudunu Allahın səmtinə aparsa, Allahdan fəqət qorxacaqdır. Vəli biz vücudumuzu azad qoyuruq, sərbəst qoyuruq, hər bir şeyi tökürük içinə. Tökəndə içinə pərişan adam oluruq. Hər insan ki, vaxtı pərişan oldu, hər iş əlindən gələr, Allahdan qorxu da gedər kənara. Yəni o dərəcəsi gələr zəif olar. Allahdan qorxmaq gedər qırağa. Çünki pərişanıq da. Vəli onlar mütəmərkəzdilər. Bir şeyə fəqət təvəccühlər var. Fəqət deyirlər Allah. Ondan başqa əslən bunların vücudunda yoxdur. Ona görə bu cür qudrət tapırlar. Həzrət buyurur ki, mən çıraq-ı hidayətəm, gəlin mənim səmtimə, mən hidayətin işığıyam. Gəlin mən sizi hidayət eləyərəm, mən sizin əlinizdən tutaram, sizi cənnətə tərəf apararam. Cənnəti zəmanət eləyərəm, çox əcibdir. Zəmanət, garanti verirəm. Bu əcib bir şeydir. Biri gələr bir nəfərə istəyir, boş versin. Bu ayrı adam tapıla deyər ki, hocam, bu vermədi, mən ona zaminəm. Sən qorxma ki, borcu ver biləsin. Həzrət bəzən görürük ki, istilahat bu cürdür. Mən cənnəti zaminəm. Sən qorxma ki. Allah rəhmət eləsin, Ayətullah Bəhcət də bu cürdür. Deyirlər, 2 mövzədə 2 nəfərə deyibdir ki, sən bu işi ki deyirəm, yap, mən cənnəti sənə zaminəm. Mən zaminəm. Sən işimi gör, o ki deyirəm, yap ki. Çox əcibdir bu. Hər kəsdə bu qudrət tapılmaz. O kəsi ki, bu cümləni deyir, yəni fəqət bunun vücudu fəqət Allahdır. İmkanı yoxdur ki, məsələn, bir nəfər boş-boşuna gələ deyə ki, mən cənnəti zaminəm, imkanı yoxdur. Allah Teala özü yardım eləsin, biz İmam Hüseyn əleyhissalamın xəttində olaq və o tərəfə getməyək. Allah bizi bu həvai nəfsimizdən qurtarsın. Allah bizi bu günahlardan qurtarsın. Buyurublar ki, istiğfar çox edin. Yəni, yol budur. Yəni, xiyal eləməyək ki, məsələn, ayrı bir yol gedəcəyik, məsələn, nəcat tapacaq, yox. Əslən fikrimizdən çıxarlar şeyə. Ayrı bir yol yoxdur.